Saniyeva Bahar Əli qızının oğlu Vüqar Zeynalov Hacı Kərim Sanlı'nın ədəbi və pedaqoji fəaliyyəti kitabına ön sözdə yazır. Taleyi ilə mədəniyyət tariximizin, ədəbiyyatımızın ağrılı yaddaşına çevrilən Hacı Kərim Sanlı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan xalqının maariflənməsi yolunda böyük işlər görür. Qazax rayonunda 7 orta məktəbin açılmasında böyük fəaliyyəti olub. Qazax müəllimlər seminariyasının təsis edilməsindəki rolu danılmazdır. Hacı Kərim Sanlı Azərbaycan xalqının 20-ci əsrin birinci yarısında yetişdirdiyi ən görkəmli ziyalılardan biridir. Hər cümehalı, həyatı, fəaliyyəti xalqın tarixi ilə birbaşa bağlı bir ziyalıdır. Qazax mahalında, Çaylı kəndində anadan olub, Qori müəllimlər seminariyasını bitirib, çox yüksək səviyyədə təhsil alıb. Eyni zamanda bütün həyatını sonra maarifə bağlayıbdır. O dövrün maarif hərəkatı da çox təzadlı, ziddiyyətli bir hərəkat idi. Yəni bir tərəfdən ziyalılar düşünürdülər ki, xalq təhsil almalıdır, gənclər təhsil almalıdır. O biri tərəfdən də bu təhsilə şərait yox idi. Yəni, o da yenə xalqın xarakterində olan ziddiyyət idi. Yəni, bir tərəfdən çalışırdılar, bilirdilər ki, məktəb açmağa ehtiyac var, o biri tərəfdən də məktəb açmağa qoymur. Və bu mürəkkəblik içərisində Hacı Kərim Sanlı'nın həyatı keçib və eyni zamanda bütün başqa görkəmli ziyalılar kimi o da müəyyən qədər siyasi-ictimai həyata qoşulub. Müdafiə Partiyasının İbrahim Vəkilovun o dövrün Qazaxlı ziyalılarından birinin yaratdığı partiyanın üzvü olub, amma onun bir müddətdə Əhrar Partiyasının sonra üzvü olub, amma bu bir neçə il çəkib. Hiss olunur ki, Hacı Kərim Sanlı'nın fəaliyyətində ictimai-siyasi məsələlər o həddə qədər lazımdır ki, xalqa xidmət edəsin. Ondan o tərəfə hansısa bir ideoloji cərəyan yaratmaq və hansısa bir, deyək ki, böyük siyasi uğurlara nail olmaq bu məqsəd izləməyib. Mən Sanılı Nüşabə, Hacı Kərim Sanlı'nın əmsinin nəticəsiyəm. Həmişə mən evimizdə onun sözünü, söhbətini eşitmişəm. İstər qocalarımızdan, istər qaynanamdan, istər bugünkü gün onun bütün külliyyatı məndədir. Yəni qaynanam öləndə bütün onun nəyi var, əl yazmasına özünün yox, yəni özü yazırdı. Hamısını mənə verir. Hacı Kərim Sanlı dövrünün ziyalılarından, kənd həyatına bağlı, kəndin, ümumiyyətlə Azərbaycan millətinin, xalqının, balalarının maariflənməsi üçün əlindən gələni edən bir insan olub. İstər pedaqoji sahədə, istər ictimai-siyasi sahədə onun böyük rolu olub. Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub. Onun Qazaxda təşkil olunan Əzrail firqəsinin təsisçisi olub. Firqəyə rəhbərlik eləyən, Məmməd Əminlə əlaqə saxlayan bir insan olub. İndi bugünkü gün biz çox sevinirik ki, onun adı çəkilir. Hətta mənim babalarım, Sanoğlu Allahverdi, Sanoğlu Məhəmməd, onlar da o firqənin üzvü olublar. Sürgün gediblər, onlar da güllələnib 37-də. Bizim nəsil nə qədər əzilsə də, nə qədər, amma onun familiyasından imtina eləyən olmuyor. O familiyanı həmişə yuxarıda saxlayıblar. Bir müddət Qazax general qubernatoru olub. Gəncədə qızların təhsil alması üçün apardığı mübarizə onun yurt və millətsevərliyindən soraq verir. Latın qrafikalı əlifbanın ilk yaradanlarından biri olub. Abdül müəllim, çox sağ olun ki, bu verilişi çəkirsiniz. Hacı Kərim Sanlı ilə bağlı sizlə bir yerdə biz pedaqoji universitetdə tədbirdəyik. Onun tədbirinin pedaqoji universitetdə keçirilməyi tamamilə təbiidir. Ona görə ki, Hacı Kərim Sanlı hər şeydən əvvəl çox görkəmli bir pedaqoqdur. Bilirsiniz ki, o Qori müəllimlər seminariyasını bitirib, Qori müəllimlər seminariyasını bitirəndən sonra Azərbaycanın ayrı-ayrı bölgələrində müəllimliklə məşğul olub
və Gəncədə məscid məktəbdə müəllimliklə məşğul olanda ilk toqquşduğu təbəqə mollalar oldu. Niyə? Çünki Hacı Kərim Sanılı yeni tədris üsuluna, yeni məktəb üsuluna keçməyin tərəfdarı olan bizim görkəmli maarifçilərdən biri idi. Ona görə də o istər-istəməz geri qalmış, fanatizmə uğramış mollalarla toqquşası oldu və onun ölümünə fitva verdilər. O məcbur oldu, öz iş yerini dəyişdi. Özünün doğulub boya başa çatdığı Qazax mahallına getdi. Orada Dağkəsəmən kəndində müəllimlik fəaliyyətinə başladı və 1906-cı ildə orada müəllim işləyərkən həbs olundu. Mən bu iki məqamı niyə paralel olaraq xatırladıram bu iki faktı? Ona görə ki, Hacı Kərim Sanılı sadəcə bir müəllim deyil. Hacı Kərim Sanılı ictimai-siyasi xadim idi. Onun sosial baxımdan, sosialist düşüncəsi baxımından ola bilər ki, bugün fikirləri ilə, görüşləri ilə mübahisə eləmək olar. Amma fakt-faktlığında qalır ki, o iki milli təşkilatın üzvü olub. Difai təşkilatının və müdafiə təşkilatının üzvü olub. Siz bilirsiniz ki, Difai təşkilatı bizim fikir babalarımızdan olan Əhməd bəy Ağaoğlu'nun adı ilə bağlıdır. Gəncədə yaratmış. Bəli, Azərbaycan millətinin xaricdən gələn təhlükələrə qarşı müqavimət hərəkatı idi. Belə bir hərəkatın, belə bir təşkilatın və iki belə təşkilatın üzvü olmağı artıq çox şeydən xəbər verir ki, bu milli ruhlu bir Azərbaycan ziyalısıdır, Azərbaycan pedaqoqudur və sinifdə dərsini deməklə, öz yeni tədris uğrunda mübarizəsini, mücadiləsini aparmaqla bir yerdə sinifdən kənarda ictimai-siyasi mübarizəsini də aparırdı. Və tali ilə gətirdi ki, o gəldi Hümmət təşkilatının, Hümmət partiyasının üzvü oldu. Həmin Hümmət partiyasıdır ki, Nəriman Nərimanovun da adı ilə bağlıdır. Hətta Məmməd Əmin Rəsulzadənin də müəyyən fəaliyyət dövrü o təşkilatla, o partiya ilə bağlıdır. Və 1918-ci ildə Hacı Kərim Sanılı Tiflisdən Hümmət təşkilatının, Hümmət partiyasının nümayəndəsi olaraq Azərbaycan parlamentinin nümayəndəsi olub, millət vəkili olub. Və orada fraksiya yaradıblar bunlar. Səməd Ağamalıoğlu ilə, Əli Heydər Qarayevlə, Pepinovla bir yerdə bunlar sosialistlər fraksiyası yaradıblar. Mən təhsilə elə Hacı Kərim Sanlının və onun qardaşının tikdiyi, ikisinin birlikdə Çaylı 2 nömrəli tam orta məktəbdə təhsil almışam. Və həmin məktəb təəssüf olsun ki, sonradan sökülüb yenidən bərpa olundu. Amma bünövrəsi olaraq mən o məktəbdə onun ən azından əməyi olan, tikmiş olduğu və təhsilə verdiyi bir məktəbdə təhsil almışam. Hacı Kərim Sanlı yaradıcılığı bir çox tədqiqatların diqqət mərkəzində olub. Bilirik ki, repressiya qurbanlarının hər biri kimi Hacı Kərim Sanlının da yaradıcılığı, ümumiyyətlə Hacı Kərim Sanlının həyatı sadə bir həyat yolu keçməyibdir. Onun yaradıcılığı ilə bağlı 2004-cü ildə mən də araşdırma apararaq qohumlarımdan əlaqə saxlayıb bir kitab yazmışdım. Amma sonra mənim kitablarımın özünün belə üstünə bir möhür vuracaq Cəlal Qasımovun Bitməmiş İstintaq kitabı oldu. Cəlal müəllim 1996-cı ildə Hacı Kərim Sanlının yaradıcılığına həsr etdiyi Bitməmiş İstintaq kitabını yazdı və yazmışdır daha doğrusu və o kitabda Hacı Kərim Sanlının bütün həyatının yaradıcılığını, hətta onun doğru düzgün doğum tarixini belə Cəlal Qasımovun kitabından görmək mümkündür. Çünki Milli Təhlükəsizlik Nazirliyində çalışırdı Cəlal müəllim və oranın arxivindən istifadə etmək hüquqları, imkanları var idi. O imkandan da istifadə edilər. Hacı Kərim Sanlının özünün istintaq işində müstəntiqin sonuncu dəfə vermiş olduğu qovluğu Cəlal müəllim açaraq, oxuyub və nəticə çıxardaraq bir kitab şəklini gətirib çıxardı. Hacı Kərim Sanlının istər pedaqoji fəaliyyət olsun, istər ictimai-siyasi fəaliyyət olsun, istər yaradıcılığının təhlili olsun, tədqiqatçıların yaradıcılığına bir işıq salmaqla yanaşı, həm də dövrün aktual məsələlərinə də toxunurdu. Mən onun əlimizdə bugün tutduğumuz Hacı Kərim Sanlının pedaqoji fəaliyyəti və onun ədəbi irsi haqqında, Sadıq Şükürovun kitabı haqqında da bir qısaca cümlə deyim və kitab ikinci dəfə təkrar nəşrə hazırlanıb. Bu çox vacib məsələlərdən biridir. Çünki bir pedaqoq olaraq orta məktəbdə şagirdlərə təhsil verən, dərs verən Hacı Kərim Sanlının bugünkü müəllimlər üçün hətta belə yazmış olduğu, töhfə vermiş olduğu
böyük bir ərmağan var. O bir şagirdi evinə yay tətilinə ötürəndə onlara tapşırırdı ki, kəndə gedərsən, kənddə o gördüyünüz böcəkləri mütləq bir dəftərin arasında qurudun. Gözünüzə tanımadığınız bitkilər, çiçəklər dəyərsə, onları mütləq böyüklərinizdən adını öyrənin və bir yerə qeyd edib yazın. Hansısa bir daşı görsəniz, hansısa bir ağacı, sümüyü görsəniz, o sizə çox qərib gəlsə ki, bu maraqlı bir alətdir, onu saxlayın, mütləq payızda məktəbə gətirin. Torpağa, vətənə və kəndə, elə obaya bağlılığı uşaqları elə uşaq yaşlarından öyrədirdi. Və deyir ki, gündəlik yazın özünüz üçün. Hər gündə məsələn nə iş görürsünüz? Bugün atam çöldə heyvan otarmağa getdi. Bugün yağışlı bir gün idi. Məsələn örnək verirəm. Bugün şimşək çaxmışdı. Hava çox isti idi. Nənəm inəkləri sağırdı. Mənim anam bulaqdan su gətirirdi. Bu kimi ifadələri gətirməklə həm özünün ədəbi dilini, yazı dilini uşaqlara alışdırmağa çalışırdı. Həm də uşaqlarda təbiət hadisələrinə bağlılıq, böyüyə, kiçiyə diqqət etmək və gördükləri hər bir işin, hansısa bir hadisənin şahidi olaraq məntiqi düşüncəyə sövq etməkdir. O uşaqlardan nitqə də çox böyük önəm verirdi. Onların nitqində kamil danışığa çox böyük önəm verirdi və Hacı Kərim İhsanlının sonuncu dəfə həbs olunanda üstündən çıxan istintaq materiallarında qeydlər, dəftərciklər vardı və orada həm özünün oxuduğu Krılovun, Bayronun, Daniel Defoe'nun əsərlərindən qeydləri müşahidə olunurdu, həm də öz şagirdləri üçün onların dərsləri zamanı uşaqların buraxdıqları orfoqrafik və orfoepik səhvlərin qeydiyyatları tapılmışdı ki, bu da pedaqoji fəaliyyətində düşünürəm ki, Hacı Kərim İhsanlının bir məktəb rolunda həm də əyanilikdən necə istifadə etməyin yollarını öyrədir bizə. Azərbaycanla bağlı yazılan ilk şeirlərdən birinin müəllifi odur. Lakin bu məsələ elə bilərəkdən mübahisə obyektinə çevrilib. Ancaq dilinə, üslubuna görə onun Hacı Kərim İhsanlıya aid olması açıq-aydın görünür. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentindəki deputatlığı kifayət qədər tədqiqata cəlb edilməyib. Elə bil, qəsid bu kişinin qəsdinə durublar. Hacı Kərim İhsanlının fəaliyyəti, xidmətləri, gördüyü işlər bilərəkdən görünməyib, bilərəkdən diqqət mərkəzinə gətirilməyib, bilərəkdən xalq tərəfindən və eləcə də həmin devrin, o zamanın məmurları tərəfindən layiqincə qiymətləndirilməyib. Mən birbaşa arxivdə araşdırmışam. Mən də həmişə deyirəm ki, mən xalqın yaddaşını güvənirəm. Həm arxivdə işləmişəm, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində. Həm də xalqın yaddaşından dediklərimi düşünürüm. Bir maraqlı bir şey deyim ki, hər yerdə deyim, bu ildə deyim. Xalqın yaddaşına güvənməyə dəyər. Mən getdim arxivdə gördüm ki, arxivdə olanların ən azı 80% ilə xalqın dediyidir. Və siz dediniz, bəli, Hacı Kərim İhsanlı Salih kəndində repressiya məruz qalanlardan biri, bəlkə də birincisidir. Nəyə görə birincisi deyirəm? Hacı Kərim İhsanlı barədə bir neçə cinayət işi olduğu var. Çünki o bir dəfə tutulmuyubmuş. O 37-ci ildə tutulub küllərinə qədər dəfələrlə tutulubdur, həbs olunubdur, ictimai fəal idi, özü sözünü deyən adam idi, onun üçün çox tutulubdur. Cəlal Qasımovdan sonra Hacı Kərim İhsanlının cinayət işindən yeni nəsə bir şey demək çətindir. Amma var yeni deyiləcək bir şey. Bizim həmyerimiz var, dəyərli alim İsmail Mutlu. O uzun illər öncə mənə bir təşkilat demişdi ki, Əzrail firqəsi. Qazaxda yaranmış antisovet, silahlı antisovet təşkilatı Əzrail firqəsi. Bunun adı cəlbedici deyə mənim yadımda qalmışdı. Mən arxivə girəndə kəndçilərimizin siyahısından getdim. Mənə öncə kəndçilərimizin adından əvvəl 2 dənə qalın qolluq gətirdilər ki, sən əvvəlcə buna bax, verdiyin siyahadakı adamların hamısının adı burada var. Baxın, görün, Əzrail firqəsi təşkilatının cinayət işləri. Çox sevindim, çox yeni oldu. Orada da Hacı Kərim İhsanlının adı keçir. Hacı Kərim İhsanlının adı Əzrail firqəsini yaradanlardan biri kimi keçir. Niyə bunu deyirəm? Cəlal Qasımov niyəsə onun mövzuya toxunmuyubdur. Niyəsində... Bəlkə rastına çıxmıyor. Yox, Əzrail firqəsinin cinayət işi rastına çıxmaya bilər. Məsələ ondadır ki, Hacı Kərim İhsanlının 37-ci ildə tutulduğu güllələnliyi, yenə Cəlal Qasımov Allah rəhmət eləsin təşəkkür edək. Deyim ki, o güllələnməyibdir. Güllələnməmişdən qabaq
fiziki təzyiqlərə tab gətirməyib, elə yarımsıq ölübdür. Heç bir adam ömrü gedib satmırdı. Yəni onun o şəxsi cinayət işində də o keçir. Düzdür, o qətiyyətlə rədd edir və maraqlı bir cümlə var. Əzrail firqəsinin cinayət işi olduğunu deyir. Bu təşkilat görülür tanınmayan adamdır deyir. Bu təşkilat Razıkerim Sanlının vasitəsilə hansısa Məmmədəmin Rəsulzadə ilə əlaqələnən bir təşkilatdır. Böyük konfrans təşkil elədiklərinə görə konfrans iştirakçılarını salamlayıram. Onların təşkilatçılarına çox böyük dərin minnətdarlığımı bildirirəm. Bugün bu təhsil ocağında yenidən bura gəlmək, mən özüm də bu təhsil ocağının məzunu olmuşam. Burada Sanlı haqqında çıxış eləmək mənim üçün çox böyük və qürurverici bir hissdir. Sanlı Azərbaycan ədəbiyyatında, onun həm maarifçilik sahəsində, həm pedaqoji fəaliyyətində, həm şairlik sahəsində çox böyük xidmətləri olmuş görkəmli sənətkarlardan biridir. 1922-ci ildən sonra əlifba islahatı ilə bağlı çox böyük xidmətləri olmuşdur. Hansı ki, 1926-cı ildə əlifba komissiyası ayrılanda 3 görkəmli şəxs orada komissiya üzvü seçilir. Onlardan biri Hacı Kərim Sanlı, biri böyük ədibimiz Cəlil Məmmədquluzadə və digər bir nəfər də məşhur şəxslərdən biri olur və o komissiya bu işlə məşğul olur. Böyüklər üçün Latin qrafikalı əlifba, sonra əlifba dərsliyi, bu cürə deməli və digər dərsliklər tərtib edir və o dövr üçün çox gözəl, maraqlı bir, uşaqlar maraqla qarşılandığı bir Latin qrafikasında təbii ki, dərsliklər olur. Başqa bir fəaliyyət sahəsi də onun təbii ki, ədəbi yaradıcılığıdır. Gözəl bir şairdir. Yəni xalq ruhuna yaxın, xalqın o etnoqrafik dəyərlərini bütün saflığı ilə, təmizliyi ilə əks etdirən bir şairdir. Çox keçmir ki, Azərbaycanda o Cavad dövrü başlayır 18-ci ildə və Hacı Kərim Sanlı da bir maarifçi kimi, ziyalı kimi o proseslərdə iştirak edir və Qazaxın general qubernatoru olur. General qubernator olduğu aylarda yenə də onun əsas işi olur maarif. Yəni, inzibati işlərdən daha çox maarifçiliklə məşğul olur. Bu da təsadüfi deyil ki, Firidun bəy Köçərli, onun artıq Qori müəllimlər seminariyasından dostdur. Qori müəllimlər seminariyası Azərbaycan bölməsini Azərbaycana gətirəndə Qazaxda yerləşir və burada Hacı Kərim Sanlının da rolu olur. Sonra onu millət vəkili seçirlər. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olur. Çox da fəal üzvü olmur. Amma xalq həyatını, xalq mühitini yaxşı bildiyinə görə onun çıxışlarında yenə də ölkədə kənddə iqtisadi vəziyyət, maarif mədəniyyətin vəziyyəti, gənc nəslin vəziyyəti, bax bu mövzularda yaxşı çıxışları var. Həm də məhz bu ildə, 19-cu ildə onun Yeni Şərqlər adlı bir kitabı çap olunur Bakıda və həmin kitabda onun Azərbaycan şeiri çıxır. Bu şeiri mən niyə deyirəm? Çünki o çox sonra böyük mübahisələrə səbəb olur. Bəziləri deyirlər ki, bu şeirlər indi də deyirlər. Əhməd Cavanın şeiridir, Azərbaycan şeiri. Amma həm şeirin məzmunu, həm onun harda, necə nəşr olunmağı çox aydın şəkildə göstərir ki, bu Hacı Kərim Sanlıya mənsub. Hacı Kərim Sanlı 1878-ci ildə Qazax qəzasının Çaylı Kəsəmən kəndində anadan olub. O ilk təhsilini doğma kəndində alıb. İbtidai təhsilini başa vurandan sonra 93-cü ildə 15 yaşında Qori müəllimlər seminariyasına daxil olub. 1898-ci ildə oranı uğurla başa vurub. İlk müəllim işlədiyi məkan indiki dövrdə müzakirəyə çevrilən Zəngəzur mahalı olub. Zəngəzur mahalına müəllimliyə göndərilib. Hacı Kərim Sanlı 1898-ci ildən 1902-ci ilədək Zəngəzur mahalının Xaçmaz kəndində məktəbdə müdir vəzifəsində işləyib. O vaxt Zəngəzur böyük bir mahal olaraq Azərbaycan ərazisinə daxil idi. 5 illik Zəngəzur həyatı
bir müəllim, pedaqoq kimi ona çox şeyləri öyrətdi. O, bütöv Azərbaycan üçün doğulmuşdu. Onun vahid birliyi üçün canını belə fəda eləməyə hazır idi. Necə ki, heç bir əvəz gözləmədən elədi də öz canını qurban. Əvəzsiz, qiymətsiz cavan yaşında işıqlı həyata göz yumdu, repressiyaya məruz qaldı. Sonrakı taleyi belə gətirdi ki, Azərbaycanda Sovet hökuməti qurulandan sonra o mümkün qədər çalışdı ki, sosialist ideyalarını təbliğ eləsin, həm öz dərsliklərində, həm öz şeirlərində və s. Amma məsələ burasındadır ki, o milli ruh, o milli düşüncə istər-istəməz onun şeirlərində boy verdi, özünü göstərməyə başladı. Bu və ya digər şəkildə, simvolik şəkildə, açıq-aşkar şəkildə. Məsələn, onun bir şeiri var, o şeirin məzmununu mən xatırlada bilərəm. O şeirin məzmunu bundan ibarətdir ki, niyə bizim dilimiz gah farsça oldu, gah ərəbcə oldu, gah urusça oldu, hətta urus sözü də işlədir. Niyə biz yad dillərdə danışası olduq? Qoy biz öz milli dilimizdə danışaq. Bunu təbii ki, keçmiş zamana aid eləsə də, hər halda burada böyük bir həqiqət var ki, Sovet dönəminin özündə də Azərbaycan dili müəyyən təpkilərlə, təzyiqlərlə üz-üzə idi və o da bir pedaqoq olaraq, düşüncə adamı olaraq təbii ki, Hacı Kərim Sanlı narahat eləməyə bilməzdi. Onun mən ədəbiyyatla bağlı, deyək ki, fəaliyyətinə bir balaca da geniş yanaşsam, onun Bakı ilə də bağlı bir maraqlı bir şeiri var. Bakı ilə bağlı şeirinin məzmunu bundan ibarətdir ki, bizim bu qara neftimiz yad ellərə daşınır. Onun sərvətindən, onun mənfəətindən ancaq yadlar qidalanır, yadlar xeyir götürür. Bu bədbaxt millət ondan xeyir götürmür. Və mən onun bütövlükdə poeziyasını ümumiləşdirsəm və o dövrün də ədəbi tənqidi fikrini nəzərə alsam, məsələn, Mikayıl Rəfilinin fikrini, onunla bağlı tənqidi yazılarını, Əli Nazimin fikirlərini nəzərə alsam, belə ümumiləşdirib bir fikir deyə bilərəm ki, o dövrdə bütün diqqət, xüsusən Sovet hakimiyyətinin, Sovet hökumətinin ideyalarını təbliğ edən poeziyada bütün diqqət yönəlmişdi proletar hərəkatına, fəhlə hərəkatına, Bakı fəhləsi, inqilab eləyən Bakı fəhləsi. O bizim təhqiq yazıçılarımızdan, şairlərimizdən biridir ki, sanılı, bəlkə də birincisidir. Əli Nazim yazır elə birincisidir. Kənd mövzusunu ədəbiyyata gətirdi. Və kənd mövzusunu, kəndli taleyi fonunda və həm də maraqlıdır ki, təbiət lövhələri fonunda ədəbiyyatımıza gətirdi. Onun yaylaqla bağlı, dağlarla bağlı, kənd həyatı ilə bağlı çox gözəl təbiət şeirləri var. Və mən belə düşünürəm ki, bir pedaqoq olaraq o insan şəxsiyyətini ön plana çəkib həmişə. Onun əlifba ilə bağlı, yeni əlifba ilə bağlı. Əvvəl o əlifba komitəsinin üzvü olub, təbliğat aparıb, dərsliklər yazıb, böyüklər üçün, kiçiklər üçün və çox çalışıb ki, digər silahdaşları ilə bir yerdə ərəb əlifbasından Latın əlifbasına keçirsin. Bu da bir böyük mövzudur. Burada çoxlu problemlər var. Bunlar arzulayıblar ki, Latın əlifbasına bütün türk xalqları keçsin. Təbii ki, Sovet hökuməti də onu bildiyinə görə Latın əlifbasını qəbul edib, sonradan Kirilə keçdilər. Bu ayrıca mövzudur. Amma bu kişi həmən o əlifbə hərəkatının da öncüllərindən biri olur. Bir şeyə çox təəssüf edirəm ki, onun balaları didərgin düşdü. Biri Böyük Vətən müharibəsi Leningrad mühasirəsində öldü qaldısı məlum olmadı, itkin kağızı gəldi. O böyük Moskvada yaşadı, dedi atama nə qiymət verildi, mən neyniyim, gəlmədi. Yəni ki, onun balalarının adı biri mənim oğlumun adıdır, biri mənim qaynımın oğlumun adıdır. Bəhram Lətif onun oğlanlarının adını mənim qaynanam qoydu ki, onlar yaşasın. Adısa yaşasın. Adısa da yaşasın, belə. İndi biz bayaq sərhəd qoşunlarının padvalında, o vaxt NKVD-nin padvalı olub. Onlara işgəncə verilən o otaqlarda o maketləri gördük. O zülümlərin elə bir ki, canlı şahidi olduq, elə bir yanlarında olmuşuq. Hələ də bizim bu nəsil onun şokundan çıxa bilir. Ki, yəni bizim babalarımıza bu zülmü mü veriblər? İndi bayaq da dedim elə, ən böyük arzumuz onun gözəl Azərbaycan şeirinin müəllif hüququnun özünə qaytarılmasıdır. Əhməd Cavadın adına gedir. Bu dəqiqə 5-ci sinif ədəbiyyat dərsliyində Əhməd Cavadın adına gedib. Xahiş edirəm buna çox bir aydınlıq gəlsin. Araşdırmaçılar, tənqidçilər, elm adamları, elm xadimləri, təhsil nazirliyi
Yəni bu qədərmi çətindir? Hansı ki bunun arxiv materialları da var, faktlarla hamısı bu adamın adına bu çap olunubdur. Bir də ki 28-də onun 150 illiyidir. Xahiş edirik onun 150 illiyi bir yüksək müstəvidə keçirilsin. O uca dağlar, durna gözlü bulaqlar, Bəhri Xəzər, bu strateji obrazlardır da bu şeirin əsasında dayanır. Və Azərbaycan müraciəti və bu Hacı Kərim Sanlının yaradıcılığı. Səməd Vurğun ondan istifadə edib, amma Səməd Vurğunun şeiri ciddi siyasi ideoloji, hətta bəzi hallarda ideya, metodoloji səciyyəyə daşıyan bir əsərdir. O, yaranmaqda olan bir dövlətin obrazını yaradır. Amma Hacı Kərim Sanlının şeiri xalqın obrazını yaradır. Etnoqrafik təsvirləri gözəldir. Hətta belə deyim ki, Şəhriyarın şeiri qədər o sadəlövhlüyə varılacaq ifadələr işlədir. Yəni bu etnoqrafik şeir. Amma Səməd Vurğunun Azərbaycan şeirinin əsasında dayandığı heç bir mübahisə törətmir. Onun əsərlərində gənclərə olan münasibətləri, gənclərin təhsilə olan münasibətləri öz əksini tapır. Hacı Kərim Sanlı həm də bir folklor örnəyidir. Onun Aran Köçü əsəri başdan ayağa bir folklorla zəngin olan bir əsərdir. Və əsərdə aşıq yaradıcı ona münasibəti də öz əksini tapmışdır. Hacı Kərim Sanlının qohumlarının dediyinə görə hətta onun bədahətən söz demək gücü, bədahətən söz cavab vermə məharəti var idi. Qələmi sadə idi, dili sadə idi, xalqın dilini qoruyub saxlamağa can atırdı və Hacı Kərim Sanlı təbii ki, dindirilmə zamanı da özünün də ifadə etdiyi kimi heç bir mənfi siyasi düşüncələrə qapılmadan xalqına, millətinə sadiq bir vətəndaşdır. Hacı Kərim Sanlını nə cahillik anladı, nə də vətəni, xalqı. Bu iki zor alətinin arasında məngənədəki kimi sıxıldı. Nə bədii yaradıcılığını qiymətləndirən oldu, nə də müəllimlik xidmətini. Vətənə həsr elədiyi şeirə də şərik qoşdular. Pedaqoji əsərlərində əsas diqqət yönəlir insan şəxsiyyətinə. O deyir ki, insan gərək yaltaqlıqdan, ikiyüzlülükdən və yalancılıqdan uzaq olsun. Və mən belə düşünürəm ki, onun təbiətə bu qədər meyl eləməyinin bir kökü də insanın təbiətlə bir yerdə olmağını təsvir eləmək amalıdır. Çünki siz bilirsiniz ki, uzun müddət Avropada, Rusiyada və Azərbaycanda antroposentrizm cəryanı özünü göstərir və insan təbiətdən həmişə üstün tutulub, təbiətin fövqündə təsir olunub, qələmə verilib. Görünür, bu şair qəlbi onu duyub ki, bu yalan rejimdə, bu ideoloji baskılarla dolu ədəbiyyat mühitində insanın təbiətlə bağlılığı son dərəcə əşəd bir ehtiyac duyulan məsələlərdən biridir. Və onun poeziyasının təbii ki, ideoloji sapqıları da var. O dövrün tələbi idi. O dövrün tələbindən bizim ən böyük yazıçılarımız yaxa qutara bilmədi. O da bir ayrı mövzudur. Amma Hacı Kərim Sanlı bir pedaqoq olaraq tanındığı kimi bizim ədəbiyyatımız tarixində, xüsusən 20-ci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixində həm də özünə məxsus bir şair kimi tanınır və öz şəxsiyyətini, öz milli ruhlu şəxsiyyətini həmin poeziyada təsdiq eləyə bilir. Cinayət şübhələrində demək təşkilat 29-cu ildə yaranıb. 30-cu ilin axırında dekabrında ifşa olunubdu. 31-ci ilin yanvar-fevral ayında bu cinayət Əzrail firqəsi işinə görə 120 nəfər həbs olunubdu. 120 nəfərin təkcə yarısı təkcə çarədən olmaqla 33 nəfəri sürgün olunubdu. Və orada 5-6 nəfər sanıqların adı var. Hatta Məhəmməd Sanlılı var, deyir o rəhbər olubdu, nə olubdu. O işdə Hacı Kərim Sanlı tutulmuyubdu, amma yetərincə adı hallanır ki, Hacı Kərim Sanlı Əzrail firqəsinin qurucularından olubdu. İndi başqa işlər də var. Mən arxivdə işləyəndə 30-dan artıq kəndimizi araşdırdım. Orada 2 dənə iş daha maraqlı gəldi. Niyə maraqlı gəldi? Bir kəndimiz Məcid Novruzovun cinayət şübhəliliğindən onun pasportu çıxdı. Hansı ki, deyirlər, 36-cı ilə qədər bizə türk yazılıbdı. Həmin o pasportu mən canlı girdim. O baxımdan deyirəm, bir maraqlı o idi. Nüsxəsini satdırmışam. Bir də Hacı Kərim Sanlının cinayət şübhəliliği o baxımdan maraqlı oldu ki, sözsüz ki, müəllim olub, yəni ondan ola bilər, dəftər var idi əlavə.
bloknot var idi, orada şagirdlərin siyahısı var idi, orada dərs cədvəli var idi və orada bir dənə uşaq şəkli var idi. Mən o uşağın şəklini də çıxartdım. Bir jurnalist mən barədə demişdi ki, DTX-nın arxivindən 40 foto çıxardan tədqiqatçı. Mən də oradan da bir dəfə 40 foto çıxartdım. O fotolardan biri də Hacı Kərim Sanlının cinayət şübhə olduğunu uşaq şəkli idi. Sadəcə gəldim, kişimə dedim, neynədi, hətta doğmaları belə, üstündən 80 il keçmişdi mən kitab yazanda, doğmaları belə dedi ki, yəqin ki, övladlarının şəklidir. Bax belə. Və mənim xüsusi demək istədiyim bir şey var. İnsanlar var, tarixdə yaşayırlar. İnsanlar var, tarixi yaşadırlar. Hacı Kərim Sanlı məhz o insanlardan biri idi. Bilirsiniz niyə nə deyirəm? Çünki Qazax rayonunun Çaylı kəndində, yəni mənim kəndimdə, Hacı Kərim Sanlının kəndində bir dəqiqə 2 məktəb var. Onların ikisi də Hacı Kərim Sanlının töhfəsidir Çaylı kəndinə. 100 ildir fəaliyyət göstərirlər. Çaylı kəndi 2 nömrəli məktəb birbaşa Hacı Kərim Sanlının öz mülkü olub. Amma sonra təbii ki, Müsavat dövründə parlament üzvü olmuş, Qazaxın general qubernatoru olmuş, biraz da milli təfəkkürlü bir insan 37-ci ildən o tərəfə keçə bilməz. Ona görə də həbs olunur, ona qədər də çox tənqid olunur. Yaşlıların görüşlərində, toplantılarında, mətbuatda ən böyük tənqidi də Səməd Vurğun eləyir. Mən nə sanlıyam, nə də cavadam, onlara düşmənəm, onlara yadam. Burada Səməd Vurğunun günahı yoxdur. Sadəcə olaraq dövrün artıq müəyyənləşmiş və sinfi mübarizə həddinə çatdırılmış, dövrün strateji mənzərəsini ifadə eləyəcək bir həddə gətirilmiş mübarizənin bu faktıdır. Amma hər halda Səməd Vurğun Sanlılını sevib ki, Azərbaycan şeirindən o qədər ürəklə istifadə edir. O yaradıcılıqla Səməd Vurğunun yaradıcılığı arasında bir genetik əlaqə var. Adını adlar içərisindən, xidmətini qədir-bilməzliklə yox eləməyə çalışdılar. Nə yazıqlar ki, buna nail ola bildilər. Öz cismini də zindanlarda çürüdüb, bir qurşuna qurban elədilər. Beləcə əzab və əziyyətlə dolu bir ziyalı əzabkeş ömrü sona yetdi. Naxələflər ondan sonra rahatlandılar.